Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, Fes Akademinin Azərbaycan dili üzrə mentor müəllimiyəm. Baxırıq bugün sizlərlə feilin qrammatik məna növlərinə. Və bunlara baxmadan öncə nəyə ilk fikir verməliyik? Ona fikir verməliyik ki, feilin qrammatik məna növlərini biz öyrənərkən nəsə açar sözlər əlimizdə olsun. Bu açar sözlərdən subyekt və obyekt anlayışlarına diqqət etməliyik. Subyekt budur ki, işi icra edən, obyekt budur ki, üzərində iş icra edilən. Məsələn, subyektdə hansısa bir insan fikirləşin, tutaq ki, olsun Nərmin. Məsələn, burada subyekt Nərmin, işi icra edən, obyekt üzərində iş icra olunan qələmi, bir də hərəkət anlayışı lazımdır ki, götürdü. Feilimiz də burada götürdü olmuş olur. Yəni, icra edilən iş, hərəkət feildir. Üzərində iş icra olunan obyektimizdir. İşi icra edən də subyektimiz olmuş olur. Feilin də bu qrammatik məna növləri, bax bu üçünün bir-birinin qarşılıqlı münasibətindən ortaya çıxmış olur. Biz burada obyekt, subyekt və hərəkət anlayışına, burada hərəkət yazıram. Bunların üçünün kontekstinə fikir verməliyik işlənmə yerinə görə. Bunlardan əlavə bu subyekt, obyekt, hərəkət mənalarına diqqət ediksə, açarlarına diqqət ediksə, təbii ki, feilin rahatlıqla qrammatik məna növlərini tapmağın yollarından biri nə olar? Ağlımıza fikirləşsək nə gələr? Onun növ şəkilləri ağlımıza gələr. Bunlardan əlavə iki dənə daha əsaslı nə ilə mən növləri fərqləndirərəm desək, biri növ şəkilçisi deyərik, növ şəkilçisi. Bir də ikinci açar məqam kimi həmin növün məna baxımından işlənməyinə, həmin növ hansı anlayış işlənir ona. Yəni, qısacası növ anlayışı deyə bilərik. Bu ikisinə daha çox diqqət edirik düzgün yerində tapmaq üçün. İndi işlədikcə bu haqda danışdıqca daha ətraflı başa düşəcək. Yəni, ən azından sən bu iki dənənin mənasını dərk eləməlisən ki, həm şəkilçiləri göz yaddaşına saxlamalısan, həm də növ anlayışına görə bunun işlənmə məqamının mənasını dərk eləməlisən ki, sən dəqiqliklə biləsən bu birgəlik növdür, qarşılıq növdür, məchul növdür, məlum növdür. Bunu daha dəqiq ayırd edə biləsən. Gəlin indi növlərdən başlayaq. İlk öncə başlayaq biz məchul növdən. İndi məchul növdə bayaq dediyimiz kimi həm anlayışını, həm şəkilçisini, həm də subyekt anlayışına diqqət eləyək. Mən sizə bugün bunun daha qısa formatda necə yadda saxlaya bilərik, qısa qeydlər verirəm. Yəni, tam dərindən bir dəfədə hər kəs özü oxumalıdır bunu kitabdan. Məsələn ki, daha yaxşı yadına qalsın. Məchul növü şəkilçilərini əzbərdən bilməliyik ki, ıldır, ındı, nıdır. Amma əlavə olaraq da buna diqqət eləməliyik ki, məchul növ bu şəkilçilərlə düzələn feildir və burada bayaq dediyimiz o hansı ki, subyekt anlayışı olmayacaq. Yəni ki, bizim məchul növdə işi icra edən subyekti bilməyəcək. Bayaq Nərmin qələmi götürmüşdü. İndi qələm kim tərəfindən götürülüb biz onu bilməyəcəyik. Bu zaman subyekt anlayışı yoxdur və bu şəkilçi burada varsa, deməli, indi sən həm anlayış söhbətinə diqqət etdin, bayaq yazdığımız həmin növün anlayışı. Həm şəkilçisinə diqqət etdin, həm də subyektə fikir ver. Bunların konteksti ilə bildin ki, bu məchul növdə olmağı nə deməkiymiş. Yəni, qısacası, bayaq qələmi Nərmin götürmüşdü, amma indi desəm qələm götürüldü. Bu qələm götürülüb, iş icra edilib, amma kim tərəfindən icra edilib, biz artıq onu bilmirik. Məsələn, gəlin yazaq, qapı döyüldü. Məsələn, yazıram ki, qapı döyüldü. Bax, burada həmin şəkilçini də görürsən. Qapının döyüldüyü hansı subyekt tərəfindən olmayıb, onu da bilirsən. Və işlənmək məqamı da bayaq dediyim kimi növ anlayışı da yerinə oturur, onu da bilirsən. Artıq sən bilirsən ki, bu feil məchul növdə olan bir feildir. Yəni, əslində bəsitdir, gözümüzdə qorxudacaq qədər. Ümumiyyətlə, feil çox adama qəliz gəlir, amma gözümüzdə böyüdəcək qədər qəliz bir şey yoxdur. Bir də burada sizə bir cümlə ilə izah edeyim bunu. Bu, çox adama qəliz gələn tipi burasıdır. Biz əsasən alışmışıq ki, cümlələrdə işi icra edən mübtədə olur. Mən gəldim, mən getdim, sən apardın, sən gətirdin. Amma burada əsasən mübtədə subyekt funksiyasında yox da obyekt funksiyasına düşmüş olur. Bu da ən çox adama qarışıq gələn mövzulardan biridir. Bunu belə qeyd edin. Niyə obyekt funksiyasına düşür? Bax, deyir, indicə bizim qurduğumuz cümlədə qapı döyüldü. Baxın, orada döyüldü nə? Qapı. Mübtədə funksiyasında oldu mu? Qapı oldu. Və bu mübtədə normalda bu işi icra edən subyekt deyil. Qapının üzərində iş icra olunub. Yəni ki, işin icra olunduğu obyekt, bax o üzərində iş icra olunan obyekt həm də cümlənin mübtədası olur. Yəni mübtəda digər normalda cümlələrdə subyekt
Biz alışmışıq daha çox gözümüz görsün ki, mübtəda subyektdir. Amma bu məchul növdə mübtəda funksiyasında olan söz obyekt, yəni üzərində iş icra olunan funksiyada olmuş olur. Və bunu belə qeyd edin ki, mübtəda obyekt məzmunu daşıyır. Yəni qısacası normalda daha çox gözümüzdə alışıb ki, mübtəda subyekt funksiyasında olsun, iş icra edən olsun. Amma bu zaman artıq məchul növdə olanda mübtədanın üzərində iş görülür məna məzmun cəhətdən. Mübtəda məzmun cəhətdən, məna cəhətdən artıq obyekt olma funksiyasını işləmiş olur. Obyekt məzmunu daşıyır. Bunu bu şəkildə yadda saxlaya bilərsiniz. Bir qeyd kimi götürün. Məsələn, belə yazıram. İş görüldü. Biz konkret bilirik ki, bunu da bir qeyd kimi götürərsiniz. Görüldü, nə iş, nə edildi, görüldü. Biz konkret bilirik, mübtəda xəbər var. Və mən bu zaman deyirəm ki, leksik şəkilçim də yerindədirmi? Yerindədir. Məchul növün şəkilçisi var. Amma bu iş özü görməyib ki, işi kimsə görür. Məsələn, tutaq ki, deyirəm, Sevinç işi gördü. Normalda mübtəda funksiyasında olan söz həm də subyekt funksiyasındadır. Amma məchul növdə elə olmur. İş görüldü, yazı yazıldı, dərs oxuldu, daha doğrusu oxuduldu və s. Bu tiplərdə artıq yazılan o yazı, yazıldı nə yazı. Bax, fikir verin, mübtəda obyekt funksiyasındadır. Üzərində iş icra olunan yazıdır. Amma subyekt onu kim yazıb bilmirik. İş görüldü. Görülən işdə, amma o işi kim görüb biz bilmirik. Yəni bu tiplərdə qısacası mübtədamız bizim obyektimiz olmuş olur, subyektimiz də məlum olmur. Buna görə bu məchul növ olmuş olur. Məsələn, bura aid edə bilərik ki, sinif tutaq ki, sinif bəzəndi. İndi bu bəzəndi tipə aid bir dənə də əlavə izah verəcəm axırlarda. Hələ ki bura baxırıq. Hansı ki n şəkilçisi də var. Sinif bəzəndi. Burada da yenə bəzəməkdən bəzənmək məchul növün şəkilçisidir. Üzərində iş görülən mübtəda da obyektimiz, xəbərimiz yerində və kim tərəfindən bəzənib bilmirik. Ona görə də məchul növdür. Yəni bu tiplərə diqqət eləyirik. Elə sinif bəzəndi tipdən danışmışkən, ikinci olaraq qayıdış növdən danışmış olum, məchul növdən sonra. Çünki çox adamın ən çox qarışdırdığı məqamdır. Şəkilçilər demək olar ki, eynidir. Ona görə elə buradan yazıram qayıdış. Və şəkilçini oxunan buna göstərirəm. Çünki eyni şəkilçidir. Yəni burada da ıl, ın və ıl üstü 4 cür, ın üstü 4 cür və n şəkilçisidir. Eyni şəkilçilərdir. Sadəcə yenə burada artıq siz məna anlayışına diqqət eləyəcəksiniz. Bayaq o dediyimiz növ anlayışına. Bayaqdan məchul növdə tək əsas məsələ fərq olaraq növ anlayışında subyektin işlənməyidir. Bayaqdan əsas məsələ məchul növdə işi icra edən subyekt bilinmirdirsə, qayıdış növdə subyekt işi öz üzərində icra etmiş olur. Bax, qeyd kimi götürə bilərsiniz yazılı olaraq. Vaxtınızdan getməsin deyə yazaraq çox vaxt itirmək istəmirəm. Qayıdış növdə vaxt artıq siz fikir verirsiniz ki, subyekt, yəni işi görən subyekt işi öz üzərində icra etmiş olur. Bu zaman qayıdış növü olmuş olur. İndi bayaqki cümləmizi yenidən yazıram. Biri var ki, sinif bəzəndi. Bir də var yazdıram qız. Ya da heç qız yazmayaq, daha konkret bir şey yazaq. Yazaq ki, Nəzrin bəzəndi. Biraz sərgəsiz oldum. Neyse, buna fikir verin ki, bəzəndi. Sinif bəzəndi kim tərəfindən bəzəndiyi məlum deyil. Nəzrin bəzəndi. Artıq Nəzrinin bəzənməyində biz diqqət edirik ki, buna diqqət edirik ki, bəzənən Nəzrin özüdür. Yəni, Nəzrinin üzünün bəzənilməyi də, nəysə bir şeyi özündə bəzənilməyi də özü tərəfindən olur. Nəzrin özü öz üzərində iş icra edir, özü bəzəndi. Hava açıldı, Nəzrin bəzəndi, əskər geri çəkildi, geri çəkilən də, özünü çəkən də əskərdir. Nəzrin özünü bəzəyən də Nəzrin özüdür. Məsələn, havanın açılmağı prosesində havanın açılmağı işini icra edən havanın özüdür. Yəni, subyekt özü üzərində iş icra edirsə, bu qarşılıq növ, qayıdış növ olmuş olur. Və bu tiplərdə bəzəndi sözünü sizə harda sual kimi qarşınıza çıxara bilərlər. O zaman ki, hansı feili cümlə məqamına görə iki cür başa düşmək olar. Məqamına görə iki cür başa düşülən feil kimi düşünə bilərik. Çünki həm məna növünə görə məchul növ kimi, həm də məna növünə görə qayıdış növ kimi düşünə bilirik. Bir də var bu tiplərdə sizi çaşdırmaq üçün necə bir tip sala bilərlər. Biz dedik, mütləq həm də şəkilçisin ödəməlidir ki, bu növ sayıla. Gəlib sənə daha versək ki, gün çıxdı. Gün çıxdı.
Gün çıxdı versə və sən bunu qayıdış götürsən səhv olacaq. Ona görə ki, gün çıxanda gün özü çıxır, razıyam. Kimsə onu gedib çıxartmır. Amma gün çıxdı da hansısa bir ın, n şəkilçisi yoxdursa, bu artıq avtomatik məluma gedir. Və sizə bir şey deyim, bunu bir şeylə əlaqələndirim. Necə ki, isimlərdə biz deyirik ya, bütün şəkilçiləri yanında olanlar öz qrammatik göstəricisi var deyə filan yiyəlik haldadır, təsirli haldadır və s. Amma hansının ki qrammatik göstəricisi yanında deyil, yerdə qalan nə qədər qrammatik qəbul etsə də, əslində o qrammatik hal şəkilçisindən birini qəbul etmirsə adlığa gedir dedi ya. Burada da avtomatik burada məna növlərinin özünün şəkilçisi var. Məna növü şəkilçisi ilə bu dediyimiz növ anlayışı yerinə oturmayan hansı varsa onları atırıq məlumun içinə. Bu artıq gedir məlum növə. Çünki çıxan gündür. Amma yanında qayıdış növə aid hansısa bir şəkilçi yoxdursa, gün çıxdı artıq buradakı çıxdı feili məlum növ feil olmuş olur. Bunu siz qayıdış götürməyəcəksiniz. Çünki qayıdışa aid şəkilçi yoxdur. Yaxşımı? Yəni bunu bu şəkildə qeyd kimi götür. Yəni qısacası feillərdə nə olursa olsun, məna cəhətdən olsa belə, dedik axı hər birinin üçünün kateqoriyasını ödəyəndən sonra biz onun növlərinə baxırıq. Bütün halda nə olur olsun növ şəkilçisi ödənməlidir. Növlər yanında yoxdursa növ şəkilçisi, biz ona qayıdış məsul növ deyə bilmərik. Nə qədər məna məzmun cəhətdən uyğunlaşsa da. Amma həm növü, həm subyekti, həm növ anlayışı, şəkilçisi yanındadırsa, bunların kontekstidirsə o növü ödəyir. Yox, əgər şəkilçi yanında deyilsə biz avtomatik onu atırıq məlum növə. Çünki orada artıq qayıdış növü şəkilçisi yoxdur. Gəldik şəxssiz növ haqqında danışmağa. Nəyə görə üçüncü olaraq bundan danışırıq? Çünki digərlərinin şəkilçisini burada da görəcəksiniz. Yəni o şəkilçiləri burada da görmüş olacaqsınız. Sadəcə onlardan tamamilə fərqli olaraq belə bir şey var ki, şəxssiz növdə ümumiyyətlə nə subyekt anlayışı olmayacaq, nə mübtəda olmayacaq. Yəni cümlədə nə subyekt anlayışı olmayacaq, nə mübtəda olmayacaq, nə də biz onu bərpa edə bilməyəcəyik. Bu zaman şəxssiz növ feil olmuş olacaq. Məchul növdə biz ən azından deyirdik ki, mübtəda var. Məchul növdə mübtəda var idi, amma subyekt anlayışı yox idi. Amma burada nə subyekt anlayışı var, nə də mübtəda yoxdur. Bir dənə sizə ən azı bir məsləhət vermiş olum burada. Nə sualına diqqət eləyin bu hissədə. Nə sualına diqqət eləyin. Bax, ən azından məchul növdə mübtəda yoxdursa belə, yəni mübtəda anlayışı var. Deyirəm açıldı. Nə açıldı? Hava açıldı. Bax, nə açıldı? Hava açıldı. Nə sualına cavab vermə anlayışı var. Amma şəxssizdə yoxdur. Daha buna nəyə sualını göstərmiş olacaqsan. Şəxssizdə artıq nəyə sualına diqqət edəcəksən. Deyirəm ki, məsələn, baxıldı. Fikir verin. Açıldığını mən məchul növdə işlədə bilirdim. Nə açıldı? Hava açıldı. Amma baxıldıya fikir verin. Baxıldı. Daha nə baxıldı deyə bilərəm? Yox. Nəyə baxıldı? Artıq baxıldı şəxssiz növ feildir. Çünki baxıldığını nə mən, sən, o, biz, siz, onlar heç birisini qoya bilmədikmi? Yox. Mübtəda deməli yoxdur. Hansısa bir subyekti qoya bilmədikmi? Deməli yoxdur. Nə sualını verdik, nə baxıldı? Olmadı. Deməli şəxssizdir. Nəyə baxıldı deyirəm mən ancaq. Deməli bu nədir? Şəxssiz növ olmuş olur. Bir də ən çox hər kəsin qarşısına çıxa bilən tiplərdən, ən çox müdavinlərin həmişə soruşduğu tiplərdən verim. Rast gəlinir sözü yazmaq istəyirəm. Rast gəlinir. Rast gəlinir. Rast gəlinir tiplər. Bax, fikir ver, nə rast gəlinir deyə bilirsən. Mən, sən, o, biz, siz, onlar rast gəlinir deyə bilirsiniz. Yox. Yəni, nə mübtəda qoya bilirsiniz, nə şəxs anlayışı, hansısa bir subyekt qoya bilirsiniz. Heç birisi olmur. Rast gəlinir, baxıldı. Bu tiplərin hər birisi, məsələn, diqqət yetirilir. Hamısında nəyə rast gəlinir, nəyə diqqət yetirilir, nəyə baxıldı. Yəni, bu tiplərdə ancaq nəyə sualını verirsiniz, nə sualını verə bilmirsiniz. Bu şəkildə yadda saxlayacaqsınız ki, bu növ şəxssiz növ feil sayılmış olur. Bu arada əlimdən gələn qədər daha sürətli danışmaya çalışıram. İndi çoxları deyər ki, müəllim niyə bu qədər sürətli danışır, daha asta formada izah eləyərdi. Amma əlimizdən gələn qədər son günlərdə artıq son gündür deyək, hər şeyi daha sürətli ifadə eləməliyik. Kim istəyirsə daha yavaş modla da dinləyə bilər YouTube-da. Gəldik 4 icbar növ anlayışına. İcbar növdə dırısı 4 və t şəkilçilərini yadda saxlayın və burada işi kiməsə etdirmək, işi kiməsə gördürmək anlayışına diqqət eləyin. Məsələn, mən desəm ki, poz feilini bura qoysam, buna sən artıra bilirəm. Sən poz. Sən bu işi özün eləyirsənsə, bu artıq məlum növə getmiş olur. Amma desəm ki, hətta buna diqqət eləyin. Bu hissələrdə şəxsimiz burada sənsənsə, sən poz desəm, yenə bu işi sən eləyirsən. Sən pozdur desəm, burada da çaşdıra bilər kimsə dır şəklinə görə. Yenə də bu işi sən eləyirsən, pozduran sənsən. Pozdur desəm, kiməsə elətdirsən, artıq bu zaman icbar növü olmuş olur.
Yəni qısacası burada nəyə diqqət edirsiniz? İşi kimin görməyinə. Bu yazını poz desəm sən pozacaqsan, deməli sən pozursan deyə bu məlum növdür. Sən pozdur deyəndə artıq bu dur şəkilçisini görəndə sən kiməsə pozdurursan deyə icbar növü olmuş olur. Sən kiməsə pozdur deyirəm, yenə də bu işi kimsə görmüş olur. Yəni qısacası sən poz deyəndə məlum növ olmuş olur, sən pozdur deyəndə icbar növ olmuş olur. Eləcə də bu deyirəm ki, yazını yaz. Yaz deyəndə bu işi sən görürsən deyə bu hələ məlum növdür. Desəm ki, bu yazını sən yazdır. Sən yazdı deyəndə sən yazmırsan, kiməsə yazdırırsan. Bu işi sən görmürsən. İşi sən görməyib kiməsə gördürəndə icbar olmuş olur. Dır da, tı da qoşulan zaman icbar növün əlaməti olmuş olur. Artıq sonra ona icbar növdə olan feil demiş olacaqsınız. Yəni əslində içərisində ən rahat növdə olan icbar növdür və şəkilçisini öz daxilində neçə dəfə də qəbul edə bilər. Sən yazdır da desəm icbar növdür, sən yazdır da desəm icbar növdür. Məsələn, çox adam bunu elə düşünür ki, bu icbar növ sadəcə üçüncü şəxs elətdirməkdir. Yox, fərqi yoxdur. Əsl odur ki, işi sən icra etməyəsən. Yəni işi sən icra etməyib kiməsə etdirdinsə, bu zaman icbar növdür. Sən yazdır da desəm, icbar növ olmuş olur. Bayaq o dediyim hansı ki, dir şəkilçisini orada görmüş olsanız da, nə zaman siz onu icbar növ götürməsiniz, indi onu deyəcəm. Az öncə də dedim ki, eləsi var, dır şəkilçisini görəndə artıq o dır orada görsəniz də icbar olmayacaq. O tiplər hansılardır? Deyirəm ki, sən bildir. Bax, sən bildir də, sən kiməsə bildirdim, sən görürsən bu işi, kimsə görmür, sən bu işi kiməsə bildir. Sən nəyisə bildirəndə sən bildirmiş olursan. Daha buradakı dı, icbar növün dırı deyil. Sən bildirt olsan icbar növü olur. Nə qədər bilməkdən bildir olsa da sən bildirirsən. Bu işi sən icra edirsən. Bura qədər hələ icbar deyil. Artıq burada icbar növü olmuş olur ki, sən bildirt. Bax, bu hissədə icbar növü olmuş olur. Kiməsə o zaman işi icra elətdirirsən. Sən kiməsə deyirsən, kimsə bildirir. Sən bildirt olarsa icbar olar, sən bildir olarsa artıq icbar olmur. Çünki işi icra edən sən özün olmuş olursan. O bayaqkindən fərqi budur. Pozdurda kiməsə pozdurursan icbar olur. Amma bildirdə kiməsə bildirmir. Yəni sən özün bildirirsən. Kimsə sənin yerinə bildirmir deyə ona görə bu məlum olmuş olur. İcbar deyil. Qarşılıq və birgəlik növdən danışaq. Qarşılıq və birgəlik növdə hər birində ış üstü 4, ış üstü 4 və ş formasında şəklisi eynidir. Əsas fərqləri buradadır ki, adından da görüldüyü kimi burada iş qarşılıqlı icra olmuş olur. Burada birgə formada icra olmuş olur. Yəni məna növü cəhətdən fərqin əsas əlamətindən biri budur. Və bir də əsas fərqləri budur ki, bu qarşılıqlı iş tək və cəm subyektlər arasında ola bilər. Amma birgəlikdə həmişə cəm olmalıdır. Yəni burada tək və cəm anlayışı var subyektlərində. Burada isə ancaq cəm anlayışı var subyektində. Çünki axı iş birgədir. Daha siz o birgə işi tək və cəmə ayıra bilmirsiniz. Yəni belə düşünün. Quzu mələyir, quzular mələşirlər. Yəni artıq siz birgəlik növü şəkilçisini işlətmisinizsə, birgəlik növdə bir şey qoymusunuzsa, mütləq onu cəmli işləyəcəksiniz. Çünki o bir dənə subyekt, bir dənə şəxs bu işi birgə görə bilməz. Bir şəxs necə birgə ola bilər? Yəni ən azı şəxslər olmalıdır ki, orada birgəlik olmuş olsun. Quzular mələşir, şagirdlər gülüşür və s. Yəni quzular mələşirlər, şagirdlər gülüşürlər. Qarşılıq növün fərqi budur ki, təkdə işlənmək necə ola bilir? Məsələn, vuruşmaq, döyüşmək, bu kimi feilləri siz baxırsınız ki, qarşılıq növdədir və təkdə işlədə bilirsiniz. Sadəcə biz onu məna cəhətdən onsuz da bilirik ki, özümüz məntiqi cəhətdən anlamalıyıq ki, onsuz da ki, bu kimlənsə qarşı-qarşıyadır. Sadəcə burada tək subyekt kimlənsə qarşılıqlı vəziyyətdə qalmış halından söhbət gedir. Məsələn, deyək ki, Vüqar döyüşür. Artıq Vüqar döyüşür hissəsində biz götürsək, oradakı döyüşmək feili qarşılıq növdədir. Çünki biz avtomatik özümüz məntiqi cəhətdən də anlayırıq ki, onun döyüşməyi kimlənsə qarşılıqlı şəkildə ola bilər. Kimlənsə döyüşür, öz-özünə döyüşmür. Kimlənsə döyüşür, sadəcə biz onun döyüşdüyü hala uyğun məna növü olaraq deyirik ki, Vüqar döyüşür. Yəni artıq oradakı təkdə biz onu işlədə bilirik. Ya da məsələn deyə bilərik Vüqarla Akif döyüşürlər. Yəni cəmdə də işlədə bilərik ikisini işlədəndə. Təkdə döyüşür də deyə bilərik. Çünki bu qarşılıq növdür. Amma birgəlikdə bu hal yoxdur. Körpələr ağlaşırlar. Daha körpələr ağlaşır yox, körpələr ağlaşırlar olmalıdır. Çünki artıq onların birgə halından söhbət gedir. Onlar bir yerdə ağlaşırlar.
Yəni qısacası növünə baxanda siz feil avtomatik baxan kimi bilməlisiniz ki, döyüşürsə, vuruşursa, görüşürsə, bunlar artıq qarşılıq növü olur. Çünki bu kimsə kimləsə görüşəndə qarşılıqlı görüşmüş olur. Yəni onun siz şəkilçisindəki şəkilçi ışı gördükdən əlavə məna növ, bayaq dedik növ anlayışı. Növ anlayışına baxırsınız ki, burada qarşılıqlı icra olmuş olur. Belə ümumi feilin bütün məna növləri haqqında danışmış olduq. Ən başda dediyimiz hissəyə bir daha da qayıtmış olum. Ən başda dediyimiz kimi siz bu növləri axtararkən subyekt anlayışına, obyekt anlayışına və hərəkət anlayışına, o hərəkəti işlənmə yerindəki növ anlayışına diqqət eləməlisiniz. Subyekt anlayışı, obyekt anlayışı, bir də digər ikili qayda dedim ki, növ anlayışı olaraq hansı növdə olma məna əlaqəsinə diqqət eləmək, məzmun cəhətdən hansı növ anlayışı var və növ şəkilçiləri olmağına diqqət eləmək. Hər bir növ deyirsə, növ anlayışı cəhətdən bunların hamısı getmiş olur həmin növlərə və məna növü olaraq bir dənə sizə onu əsas deyim ki, məlum növ haqqında xüsusi bir göstərici yoxdur deyə, hansının növ şəkilçisi yanında deyilsə, siz orada subyekti bərpa edə bilirsiniz, mübtədanı görürsünüz, şəxs anlayışı var, artıq avtomatik onu bilirsiniz ki, yoxdursa belə bərpa edirsiniz, nə cəhətdən, yəni tək verilirsə bəzən cümlə daxilində deyil. Deyirəm, baxdı. Artıq sən baxdığına baxırsan ki, heç bir məna növünün başqalarının şəkilçisi yanında deyil. Ən başda sadəcə bunu bilin. Buna xüsusi bir, çünki məlum növə aid danışmaq, hansısa bir danışılacaq məqam yoxdur. Bu tiplərdə hansı ki, növ əlamətlərini, digərlərində gördüklərinizi yanında görmədiyinizi atacaqsınız məlum növün içinə. Necə ki, ismi şəxslərin içində hal göstərici olanlar haldaydı, olmayanları məhz yanında hal göstəricisi yoxdursa, adlı hal atırdıq, qeyri-müəyyənlər xaric. İndi burada qeyri-müəyyən onsuz da yoxdur. Burada da siz rahatlıqla bilin ki, bu saydığımız məna növlərinin hamısında olanlar bu məna növündədir, bura uyğunlaşanlar. Uyğunlaşmayan və o dediyim kimi şəkilsiz gördüyünüz məqamlar avtomatik gedəcəklər məluma. Baxdı, gördü, yazdı. Bu tipləri də görən kimi biləcəksiniz ki, məlumdur. Bir də çaşdırmaq üçün bayaq dediyim bildir tiplər. Bildirin özü artıq məlum növdür. Sən kiməsə işi etdirmirsən. Orada şəkilçidən əlavə dedim, həm də növ anlayışı yerinə oturmalıdır. O oturmadı deyə o getdi məluma. Bunlara da diqqət eləsəniz, növlərdə heç bir şeyi beyninizdə sual işarəsi yaranmaz və daha rahatlıqla edə bilərsiniz. Belə ümid edirəm sizlər üçün faydalı olmuşdur. Sağ olun, sağlıqla qalın.